Karovka filtrinin içinə baxın. Görün nə gündədir. Bu vəziyyətdə sürmək olarmı buna? İndi deyəcəksiniz ki, bu nəyin zibilidir belə yığılıb bunun içinə. Onu da göstərəcəm sizə. Sona qədər izləyin, videonu görəcəksiniz. Baxın, konkret, yəni əməli başda içində ziblər də var. İndi bir hissəsi bu filtrin içinə gəlir. Bir hissəsi də təbii ki, bu qədər olmur. %10% ən azından işləyən detalların içinə gedir, ziyan vurur. Bax, karovkanın yağı dəyişilir. Söküb yerdə dəyişirik. Görürsünüzmü yağ nə gündədir? O filtrin o vəziyyətə qalmağının birbaşa səbəbi yağın keyfiyyəti ölməyidir. Çünki davleni zəifləyir. Yenə deyirəm, keçən videoda da izah eləmişdim. Davleni zəifləyir və karovka buksavat eləyir. Görürsünüz yağ nə gündədir? Mən deyəndə ki, bunun yağın vaxtında dəyişmək lazımdır. Yazırlar 300 min sürük, nə bilim nə qədər sürük, boş şeydir. Elə sürmək olmaz. Bax, bu çıxan detallar ki var, axırıncı çıxan friksiyonlar. Həmən detallar yağın davlenisi zəif olanda buksovka eləyir və yeyinti verir. Və bu karovkada da gördüyünüz kimi, bax, görürsünüz, friksiyonun biri konkret sıradan çıxıb. Bax, yeyilib, dağılıb. Bax, bunun yeyintisi həmən o filtrin içindədir. Yəni, söküb yağın dəyişməkdə də görürsünüz ki, fayda var. Detal yoxlanır, dəyişilir. İndi biz filtri dəyişib, təzə yağ töksək, o problem aradan qalxmayacaq. Çünki artıq karovkanın içində boşluq var. Friksiyonun biri yeyilib. İstər-istəməz o yenə də buksavat eləyəcək, filtri dolduracaq, yağı da eləyəcək qapqarı. Baxın, tərtəmiz, təmizlənir. Karovkanın içinə bax, çiçək kimi olacaq. Yəni 1 qram köhnə yağ qalmır. Botları çəki ilə sıxılır. Yəni, demək olar ki, karovka yığılır da, yağ dəyişmə qiyməti, arxa salnik dəyişmə qiymətinə, karovkanın, motorun arxa salnikin dəyişmə qiymətinə biz karovkanı bu cürünə sökürük, yağın filtrini dəyişib, botların sıxırıq, hələ bir təmir də eləyirik. İndi o xarab olan hissəni qardaş zəhmət haqqısını vermədi. Sadəcə olaraq zapçastın pulunu verir, dəyişirik, yoluna qoyuruq gedir. Yəni, bu iş bir dəfənlik əsl işdir. Yəni, belə deyim də, çöldən çölə yağı dəyişəndə karovkanın içində köhnə yağ qalır, nə hansı detal xarabdır, yağı dəyişdin, misal 300-400 manat pul xərclədin, lap üstündə dəyişdin, 250 manat pul xərclədin, bilmirsən içində nə problem var, 5 gündən sonra karovkada problem yaranır və gedib karovkanı yığdırsan, o yağa verdiyi pulda hədər olur. Bir dəfənlik bu cürünə, orijinal detallardan, orijinal yağ filtrindən dəyişirik, 390 manat. Yağ filtr, germetikası, zəhmət haqqısı bizdən bax, hamısı da şəffafdır, qardaşlar. Mən işimizin hamısını videoda göstərirəm.